rəssam oldum. Bu həvəs məndə ta uşaqlıqdan yaranmışdı. Hamı kimi mən də kənd uşağı olmuşam. Amma belə deyək ki, kəndin uşaqları kimi uşaqlıq keçirməmişəm. Nə mənada? Məsələn, uşaqlar simdən araba düzəldib oynayanda, araba sürəndə mən arabanın şəklini çəkərdim. Uşaqlar o vaxt evcik deyə bir oyun vardı. Onu oynayanda mən evin şəklini çəkərdim. Və beləcə bu həvəslə, bu həvəs görünür, gətirdi məni bu sənətə çıxartdı. Hələ məktəbə qədər məni artıq qohumlar, yaxınlar bir rəssam kimi çağırırdılar və bu məndə bir artıq həvəs yaratmışdı. Yəni təbii ki, bu bir uşaq həvəsi idi. Amma hər halda o sənətə bir sevgimi daha da artırdı. Və məktəb illəri başladı. Artıq məktəbdə də belə deyim, o vaxt bizim bir rəsm müəllimimiz var idi. Onun rəssamlıq təhsili yox idi. O vaxt yəni elə bir şey var idi. O məni çıxardardı yazı taxtasına bir şəkil çəkdirərdi. Və bütün sinif həmin şəkli köçürərdi. Hətta elə olurdu ki, yuxarı siniflərə məni dəvət edirdilər, onların rəsm dərsinə yəni. Mən çəkirdim, onlar bütün sinif onu köçürərdi. Mən nənəmin yanında böyümüşəm, nənəmin himayəsində. Bəlkə də deyərdim ki, mənim həyatda ilk qazancım idi. Çünki hamı bildiyi kimi nənə yanında, himayəsində böyüyən uşaqlar biraz ərköyün olurlar, biraz şıltaq olurlar, daha çox sevilirlər. Mən də elə olmuşam. Ərköyün, şıltaq, dəcəl, tərs olmuşam. Ona deyim ki, tərsliyin üstündə az da döyülməmişəm. Və niyə görə deyirəm bu qazancım? Çünki nənəm mənim istədiyim heç bir şeyin əksinə getməzdi. Nə eləyərdimsə tam sərbəst eləyərdim və mənim uşaq vaxtı çəkdiyim şəkillərə kimsə əl vura bilməzdi, kimsə qurdalaya bilməzdi. Və beləliklə bu orta məktəb illəri, amma onu da deyim ki, dərslərimi də çox yüksək səviyyədə oxuyurdum. Çünki mən fikirləşirdim ki, rəssam olmaq istəyirəm, amma rəssam da gərək savadlı olsun. Yəni, çünki mən o vaxt rəssamlar haqqında yazılar oxuyurdum, artıq müəyyən rəssamların adlarını bilirdim, tanıyırdım şəkillərindən, əsərlərindən, Səttar Bəhluzadə kimi, Mikail Abdullayev kimi, Tahir Salov kimi, Toğrul Nərmanboyev kimi rəssamları artıq demək olar mən kitablardan, əl işlərindən tanıyırdım, bilirdim. Və beləliklə bu 8-ci sinifə qədər bu həvəslə, bu istəklə gəldim. 8-ci sinifdə mənim həvəsim var idi ki, istəyim o idi ki, mən Əzimzadə adına rəssamlıq məktəbinə gedəm. Çünki Azərbaycanda ilk tanınan rəssamlıq sayəsində tanınan məktəblərdən biri idi o. Birincisi idi desəm daha doğrusu olar. Amma açığını deyim, atam biraz mənim rəssam olmağımı istəmirdi və ona görə də sənətlərimi yub atdılar.
Yubatdılar və mən Əzimzadə adına rəssam məktəbinə qəbula gedə bilmədim. Bu gün də o fikirdəyəm ki, adam diplomsuz olar, amma savadsız olmaq olmaz. Yəni ona görə mən oxuyurdum həmişə dərslərimi, amma danışmırdım. Və beləliklə orta məktəb illəri bitdi və mən Bakıya yol aldım. Amma artıq o həvəslə ki, ən azından bir peşəkar rəssamın yanında deyək ki, ona bir köməkçi kimi çalışaram. Bir şagird kimi, bizdə el arasında bir söz var, şagird kimi çalışaram. Və getdim Bakıya. Sənətlərimi təsadüfən yenə bir rəssam dostumuzun təşəbbüsü ilə sənətlərimi verdim o vaxtki Leylin adına Pedaqoji Universitetin Bədii Qrafika Fakültəsinə. Və qəbul oldum. Qəbul oldum və bu da deyək ki, mənim ikinci uğurum idi bəlkə də ən əsas həyatda. Amma orada da yenə çətin vaxtlar, çətin anlar başladı. Niyə görə? Çünki ora artıq ali rəssamlıq sahəsində ali ixtisas məktəbi idi. Və ora qəbul olanların əksəriyyəti artıq peşə məktəbindən gəlmiş, artıq demək olar özlərini rəssam sayan adamlar idi, tələbələr. Və mən bunlarla ayaqlaşmalı idim. Ona görə deyək ki, dərsdən sonra uşaqlar institutdan evə tələsəndə mən ayrıca keçərdim, çəkilərdim bir otağa. Ayrıca bir natura qurardım, çalışardım. Hətta olurdu ki, qapıçı gəlib mənə çıxardardı ki, artıq institut bağlanır, boşaltmaq lazımdır. Tələbə illərində müxtəlif sərgilər olurdu, sərgilərdə iştirakımız olurdu. Təbii ki, çox sevincli günlərimiz var idi. Və tələbəlik illərində mənim bəlkə də ümumiyyətlə yəni çox uğurlu işlərimdən biri sayılan Şəhriyarın portreti idi. O portreti mən 87-ci ildə çəkmişdim. O vaxt bildiyiniz kimi bu azadlıq hərəkatları başlayırdı. Sovet hökumətinin artıq çökməsi dövrü idi. Bəlkə o ruh bizi ruhlandırmışdı. Bəlkə də o deyək ki, o ruhla çəkdiyimə görə bəlkə də o şəkil yaxşı alınmışdı. Hətta onu da deyim ki, sonralar bizim eks-prezidentimiz Əbülfəz Elçi bəy o şəkilə görə mənə dəvət elədi, qəbul elədi. Hətta deyim ki, təşəkkür elədi. Yəni çox maraqlı bir rəsm alınmışdı o rəsm. Əskəriyə getməli oldum, ikinci kursdan sonra. Əskərlik də mənim o rəssamlığa daha da yaxınmağımda bir təkan oldu. Nədən? Çünki mən gedən ilk gündən deyək ki, klubda bir rəssam kimi çalışmağa başladım və Almaniyada, Potsdam şəhərində. Potsdam şəhərində dünyanın bəlkə də ən böyük muzeylərindən, 3-cü, 4-cü yerdə gedə biləcək muzeylərindən Sanssouci muzeyi var orada. Park və ortasında böyük bir qalereya, Ermitaja bərabər, Ermitajdan da böyük hətta deyərdim. Və orada artıq mən dünya klassiklərinin çalışmalarına yaxından saatlarla baxırdım. Və yaxud müasir çalışmalar da vardı orada. Amma öyrənmək üçün təbii ki, klassika daha yaxın oldu. Ondan da ki, birinci mən klassikanı dedim. Çox böyük rəssamların, Van Gogh'un işini gördüm orada, nə bilim, Dürer'in işini gördüm. Orada çoxlarının rəsmlərini yada çalınmaqla. Və bu da bir təkan oldu. 2 il orada biraz mən sərbəst olma tez-tez, həftədə bir dəfə o sərgiyə gedirdim, o muzeyə gedirdim. İstər park olsun, parkda da heykəllər falan, yəni hara baxsan sənət idi, sənət əsəri idi.
Artıq yolum bəlli idi ki, mən hansı istiqamətdə getməliyəm. Tələbə yoldaşım İlqar Əkbərlə burada ikimizin bir sərgimiz oldu. Bu sərgidən sonra Türkiyə sərgimiz oldu. Türkiyənin İzmir şəhərində. Bu sərgidə biz Ümid Yaşar İşıkxan deyə Türkiyənin çox ünlü şairi və partiya birlik başqanı onunla tanış olduq təsadüfən. Və bu tanışlıq bizi artıq biz Ümid bəyin ikinci təklifini aldıq Türkiyəyə getməyə, sərgiyə. O sərgidə bizi Uluslararası Aktivist Sanatçılar Birliyinin fəxri üzvü seçdilər. İlqar bəyi və məni. Və də bu da artıq bizdə bir əlavə bir öhdəçilik qoydu bizim qarşımızda ki, daha məhsuldar olmaq, daha çalışqan olmaq. Və bir il sonra 2012-ci ildə Aktivist Sanatçılar Birliyinin başqanı Ümid Yaşar İşıkxan Bakıya gəldi mənim dəvətimlə. Bakıda Atatürk mərkəzində bir toplantı keçirdi. Bu toplantıda sağ olsun məni Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan üzrə təmsilçisi və rəsm komitəsi başqanı kimi təqdim elədi. Bu da əlavə bir məsuliyyət idi, əlavə bir yük idi, amma şərəfli bir yük idi təbii ki. Və bizim artıq bundan sonra deyək ki, mənim o Türkiyə həyatım başladı. Artıq mən deyək ki, mütəmadi Türkiyədə sərgilərdə, festivallarda, yürüyüşlərdə iştirak etməyə başladım. Və əlavə bir, həm də belə bir məsuliyyət idi ki, artıq mən tək yox, Türkiyəyə gedən qrupa rəhbəri eləməli idim, buradan gedən nümayəndələri seçməli idim o bir festivala, sərgiyə və yaxud yürüyüşə. Bunun özündə də bir məsuliyyət var idi. Türkiyədə olan sərgilərin gözəlliyi, özəlliyi ondadır ki, festivallarda, yürüyüşlərdə müxtəlif rəssamlarla tanış olursan. Rəssamlıq nədir? Rəssamlıq ilk öncə könül işidir. Sevmədən şəkil çəkmək, hətta belə deyim ki, nə şəkil çəkmək, şeir yazmaq, musiqi bəstələmək, istənilən sənətdə bir sevgi olmalıdır, bir könül olmalıdır, ürək olmalıdır orada. Rəssamlıq həm də başqa sənətlərdən fərqi var biraz. Fərqi nədən ibarətdir? Deyək ki, məsələn bir şairin şeirini bir ingilis oxucu oxumaq üçün mütləq tərcümə olunmalıdır. Amma rəsmdə bu belə deyil. Rəsmin özünün dili var. O boyalarla. O belə deyək, beynəlmiləl bir dildir. Yəni bütün dillərdə istər Afrikalı olsun, istər ingilis olsun bunu oxuya bilər. Və buna misal olaraq bir maraqlı bir hadisə deyim ki, Türkiyədə İzmir şəhərində bir sərgidə mənim bir çalışmam vardı. Gördüm bir tamaşaçı buna diqqətlə baxır. Xeyli baxdı və məni çağırdı. Yəni əsərin müəllifi kimi məni çağırtdırdı. Yaxınlaşdım, soruşdu ki, bu çalışmanın ismi nə? Dedim ki, siz nasıl buldunuz? Nə düşünürsünüz baxarkən buna? Dedi, mən vallahi buna baxarkən hayatın bir yalan olduğunu düşündüm. Hayat bir yalandır, bizim yaşamımız falan. Mən doğru mat qaldım ona ki, onun belə oxumağına, belə dəqiq oxumağına və çalışmanın arxa tərəfində adını yazmışdım təbii ki. Çevirdim və özü də görəndə mat qaldı ki, adınla, çünki işin adı oyun həyat idi. Həyatın bir oyun olmağını oxumuşdu artıq.
Rəssamlıq rəng deməkdir. Bildiyimiz kimi təbiətin də o dörd fəslin hərəsinin öz rəngi var, hərəsinin öz gözəlliyi var. Payızın qızılı rəngi, yazın o yaşıl rəngi, qışın bəyaz rəngi. Təbii ki, bu rənglərin hansı daha üstündür, daha yaxşı deməklə hansısa rəngi mən aşağılamaq istəmərəm. Çünki hər rəngin öz gözəlliyi var, özünün ətri var, hətta onu deyim. Və rəng belə bir şeydir ki, rəssamın deyək ki, öz əhval-ruhiyyəsi ondan çox şey asılıdır, hansı ab-havada olmasından asılıdır. Deyək ki, məsələn, əhvalın pis vaxtında götürürsən qara rənglərlə, koyu rənglərlə bir çalışma edirsən və yaxud sevinçli günlərində tam onun əksi, sarı, qırmızı, bəyaz. Hər rəngin öz gözəlliyi var. Hətta bizim bir dostumuz Məmməd İlqarın belə bir misrası var ki, dünyada hər rəngin öz gözəlliyi, bilməm ağ gözəldir, qara ya sarı. Beçərə yığvalı nə qarğıyım ki, bəxt özü meyl edib qara ya sarı. Təbii ki, adamın şikayəti olanda qara rəngə meyl edir. Ancaq mənim üçün bu hər rəngin öz gözəlliyi olmaqla fəslin, mən düşünürəm ki, yaz gözəldir. Cuma Ocaqlı kimi məsələn, Türkiyənin çox önəmli rəssamı ilə tanış olmuşam orada. Süleyman Şahin Ankaradan, Hülya Sezgin, Savaş Simitli, Handan Kayakökü, Mimik Kibarkaya və bu adamlar çox Türkiyənin yetərincə tanınmış, yəni adını çəkmədikləri başqa adamlar da var, yetərincə tanınmış sənətkarlardır. Bu adını çəkdiklərimdən Savaş Simitli və Handan Kayakökü mənim müstəqil təhsil etdiyim Akif Səməd mükafatına da layiq görürlər. O mükafatı onlara təqdim eləmişəm.
Hər dəfə bu həyətdən çıxıb gedəndə qüssələnirəm. Çünki burada, bu həyətdə şıltaq, dəcəl, nənəli uşaqlıq illərimi qoyub gedirəm. Amma getmək zamanıdır. Qarşıda görüləsi işlərim çoxdur. Çoxdur.